Suraxanıda insan hüquqları aylığı çərçivəsində silsilə maarifləndirici tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunub. Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sayəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə 18 may, 18 iyun tarixləri Ombudsman tərəfindən İnsan Hüquqları Aylığı elan edilmişdir. İnsan Hüquqları Aylığı çərçivəsində Suraxanı rayon icra hakimiyyətinin təşəbbüsü və qəsəbə bələdiyyələrində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İyunun 10-da Hövsan Bələdiyyəsi tərəfindən 118 saylı tam orta məktəbdə erkən nikahın və qohum evliliyinin fəsadları mövzusunda, iyunun 11-də Yeni Suraxanı Bələdiyyəsi tərəfindən 101 saylı tam orta məktəbdə vətəndaş cəmiyyəti və gender problemi mövzusunda, iyunun 12-sində isə Bülbülə Bələdiyyəsi tərəfindən 327 saylı tam orta məktəbdə intihar, yeniyetmə və gənclər arasında aktual problem kimi və Zığ Bələdiyyəsi tərəfindən 315 saylı tam orta məktəbdə qadın hüquqları, müasirlik və Azərbaycan reallığı mövzusunda tədbirlər təşkil olunub. Tədbirlərdə Suraxanı rayon icra hakimiyyəti yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, psixoloqlar, din xadimləri, bələdiyyə sədrləri, rayon sakinləri iştirak ediblər. Mövzularla bağlı sosial çarxlar nümayiş olunub. Çıxışlar təqdim edilərək müzakirələr aparılıb.